Salam, hər vaxtınız xeyir olsun. Bu günləri keçirilən blok imtahanının sualların izahına baxacağıq. Başlayaq birinci sualdan. E, Birinci sualda deyir, A və B xətti üzrə relyef profilinə uyğun olan diaqramı müəyyən edin. Nəzərə alın ki, kəsmə yüksəklik 5 metrdir. Kəsmə yüksəklik 5 metrdirsə, baxırıq buradakı verilən 110 verilib, təpə verilib, 5 dexlər çölədirsə, deməli təpədir kənara doğru. 110 budursa, 115 bu isə, 120 bu isə, hardasa bu keçən yer 120-dən yuxarı olacaq. Ən hündür yeri 120-dən yuxarı olacaq, amma 125-dən kiçik olacaq. Bir də ki, 120-125 arası. A nöqtəsinə baxaq. Bu isə özü verir 110-dur. Kəsmə yüksək 5-dirsə 105, 100, 100, 95, 90. A məntəqəsi deyək ki, 90-ın üzərindədir. A 90-ın üzərindədir. İndi B-yə baxaq. Bura 120 idi. Daha sonra 115, 110, 105-dən yuxarı. B məntəqəsi 105-dən yuxarı olacaq. 105-dən yuxarı. Burada buna uyğun olan diaqram A variantıdır. A məntəqəsi 90-dan başlayıb, təqribən 120-dən yuxarı keçib, sonra 105-ə gəlib B-dən. A variantı doğru fikirdir. Orada heç bir diaqram aid olmaz. Növbəti suala baxaq. A iqtisadi rayonun relyefi kürboy düzənliklərdən, yüksəkliklərdən, dağlardan ibarətdir. Bu rayonda qızıl, mis, əhəng daşı, daşaltı, bentolit gili, ağdaş, seluloid yataqları vardır. Daşaltı Qazaxda, Ağdaş Tovuzda yerləşir. Deməli, bu Qazax Tovuz iqtisadi coğrafi rayonudur. Qazax Tovuz. Qazax Tovuzdur. İndi gəlin uyğunluğu müəyyən edək. A iqtisadi rayonuna aid olmayan xüsusiyyətləri götürməliyik. Aid olmayan xüsusiyyətlər deyilsə, Qazax Tovuza üzümçülük, kartofçuluq, taxılçılıq və heyvandarlıq inkişaf etmişdir. Doğru fikirdir. Tərkibə daxil olan bütün inzibat rayonlar xarici ölkə ilə həmsərhəddir. Xeyr, Şəmkir həmsərhəd deyil. Rayon ərazisindən Bakı, Tiflis, Ceyhan, Bakı, Subsa, neft kəmərləri keçir. Doğru fikir olar. Enerjiya olan tələbatı Arpaçay hissəsi ilə təmin olunur. Arpaçay Naxçıvandadır, səhv olar. Kənd təsərrüfatı yalnız suvarma şəraitində mümkündür. Xeyr, deməyə əkinçilik də var, yüksək orta dağlıq ərazilərdə vardır. Məsələn, Gədəbəy rayonunu götürmək olar. Ki, orada Gədəbəydə bir də ki, yəni deməyə də əkinçilik var. Bir iqtisadi rayonlu həmsərhəddir. Fikri də doğrudur. Yalnız Gəncə Daşkəsən ilə həmsərhəddir. Baxaq, doğru olmayan fikirlərimiz hansılar oldu? 2, 4, 5. Cavab A variantı olar. Xəritə sxemində hərflərlə göstərilmiş ölkələr üçün ümumi olan xüsusiyyətləri seçək. B. Liviya, A. Somali, C isə Oman ölkəsi verib. Biri də inkişaf etməkdə olan ölkələrdir. Biri Asiyada, ikisi Afrikada yerləşir. Baxaq indi xüsusiyyətlərə. Tropik hava kütlələrinin təsirinə məruz qalır. B məntəqəsi Liviyanın tropik iqlim qurşağında yerləşir. Çox hissəsi. C də tropikdə yerləşir. A məntəqəsi subekvatorialda yerləşir, amma subekvatorial olan ərazilərə də qışda tropik təsir etdiyi üçün götürmək olar. İnsan inkişaf indeksi yüksək olan ölkələrdir. Fikri səhvdir. Bunlar kasıb ölkələrdir. İqtisadi kasıb dedikdə, yəni Somali, Oman, məsələn, ölkələr demək olar. Yəni inkişaf etməkdə olan ölkələrdir bunlar. İqtisadi fəal əhalinin əsas hissəsi 3 və 4-də çalışmır. 2-də çalışır, 1-2-də 3 səhv olar. Biz 3-ü götürməliyik hər 3 ölkəyə. Əhalisinin əsas hissəsi Hind-Afro-Asiya dil ailəsinə mənsubdur. Afro-Asiya dil ailəsinə mənsub fikri doğrudur. Ərazisində günorta vaxtı Şaquli cisminin kölgəsinin olmaması müşahidə edilir. Bu da doğru fikir olar. Çünki hər 3 ölkənin tropik iqlim qurşağında tropik işıqlanma qurşağında yerləşən hissələri olduğu üçün biz bu fikri doğru götürə bilərik. Çünki tropik işıqlanma qurşağında ildə 2 dəfə məsələn,
hər hansı bir paraleldə, hər hansı bir məntəqədə tropik işğama qoşan ildə 2 dəfə cisimlərin kölgəsi günorta vaxtı olmur. 5 də doğrudur. OPEC təşkilatına üzvdür hər üç ölkə? Xeyr. 1, 4, 5 doğru fikirdir. 1, 4, 5 doğrudursa cavabımız B variantı olar. 34-ə baxırıq. Ölkəmizin əhalisi ilə bağlı doğru fikir müəyyən edin. Əhalinin yaşı tərkibində uşaqlar üstünlük təşkil edir, xeyli orta yaşlılar üstünlük təşkil edir. Quba, Xaçmaz, Lənkəran, Aslı iqtisadi rayonlarında türk dilli olmayan xalqlar yaşayır. Doğrudur. Məsələn, Quba, Xaçmazda ləzgilər, Lənkəran, Aslı talışlar Hind-Avropa dil ailəsinə aiddirsə, doğru fikir olar. Adnohur Ceylançöldə əhalinin sıxlığı yüksəkdir. Xeyr, yanlış olar. Bakı iqtisadi rayonunda əhalinin milli etnik tərkibi mürəkkəbdir. Fikri doğru olar. Şəki Zaqatala iqtisadi rayonunda məskunlaşmış avarlar, ləzzilər, saxullar, Qafqaz dil ailəsinə mənsubdular. Doğru fikirli dəstəkdə eynən bu cümlə qeyd olunub. Kənd əhalisi əsasən miqrasiya hesabına artır. Xeyr, kənd əhalisi miqrasiya hesabına artmaz. Niyə kəndə kimdir gələn ki, kənddə də miqrasiya hesabına artsın? Bakı şəhərində desəydi, bəli, Bakı şəhərində əhali əsasən məsələn miqrasiya hesabına artır. Doğru fikirlərimiz 2, 4, 5 olar. 2, 4, 5 C variantı. Növbəti suala baxırıq. Xəritə sxemə əsasən buxarlanma ilə buxarlanma qabiliyyəti arasında fərqin çox olduğu əraziləri və bunun səbəbini müəyyən edin. Bu ərazilərdə soyuq ərazilər, belə də quraq ərazilər olmalıdır. Səhra və yarım səhra landşaftının yayıldığı ərazilər olmalıdır. Burada da biz baxsaq, üçü götürmək olar. Soyuq cərəyan keçir, səhra landşaftı, səhra yarım səhra landşaftı yaranır, Atacama səhrası 5 götürmək olar. Bir də burada verilənlərdən 2-ni götürmək olmaz. İsti cərəyan keçir, 6-nı götürmək olmaz. 4 tropik rütubət tipidir, 4-ü götürmək olmaz. 1 rəqəm sanki Somali yarımadasını göstərir. Ərəbistan yarımadası göstərsəydi daha yaxşı olardı. Amma Somali yarımadasının sahilindən də qeyd edək ki, soyuq Somali cərəyanı keçdiyi üçün burada qeyd edək ki, buxarlanma ilə buxarlanma qabiliyyəti arasındakı fərq qeyd edək ki, çox olur. 1, 3, 5 sahillərin soyuq okean cərəyanının keçməsi fikri doğru olar. Soyuq okean cərəyanlar qeyd edək ki, materikin sahillərində quraq iqlim yaradır. Səhra və yarım səhra landşaftdan iqlimin yaradır. D variantı doğru olar. Növbəti suala baxaq. Növbəti sualda deyir ki, meridian üzrə ekvatordan 0 dərəcəlik azimutla ekvatorumuzu çəkək. Sonra bir meridianımızı çəkək. Nə qədər gedir? Meridian üzrə 0 dərəcəlik azimutla, yəni şimala doğru nə qədər gedir? 8769 km hərəkət etsək, çatdığımız məntəqədən cənub turbo xəttinə qədər olan ən qısa məsafəni hesabla nəzərə alın ki, 1 dərəcəlik meridian qövsümüz o 111 km-dir. Nəzərə aldıq. Və nəzərə alıb 8769 bölərik 111-ə. Meridian 1 dərəcə meridian qövsüm. Buradan da gəlir 79 edər. 79 şimal enliyi. Cənub tropik xəttimizi çəksək 23,5 və bunların arasında ən qısa məsafə ilə meridiana görə hesablanan məsafədir. Yəni, buradakı məsafəni biz hesablamalıyıq. 79-un üstünə 23,5 gəlsək, fərqli yarımkürədə toplayırıq. Edər. Edir 102,5. 102,5-i də vuracağıq 1 dərəcə meridian qövsünün uzunluğuna. 111-ə. Bu da edər 11377,5 A variantı. 36 A variantı. 37-yə baxırıq. Üzvü aşınmanın zəif getdiyi məntəqələri müəyyən edin. Yəni, üzvü aşınma rütubətli ərazilərdə olur, bitki və heyvan qalıqlarından olur. Yəni, bitkinin az olduğu ərazilər götürməliyik. Yarım səhra
Yarım səhranı götürməliyik. 1, 5, 6 və 4. Yəni 1, 4, 5, 6. 1, 4, 5, 6 D variantı olar. 38-ə baxırıq. Uyğunluğu müəyyən edin. Çaylar verilib, töküldüyü dəniz verilib, mənsəbinin yerləşdiyi ölkə verilib. Gəlin baxaq. Mekong çayı. Mekong çayı Vyetnamda tökülür. Cənubi Çin dənizində tökülür. Yəni 1-ə buradan yazaq. Gəlin 1, 2, 3. 1-ə nə yazarıq? 2. Cənubi Çin dənizində tökülür. Daha sonra hansı ölkədə tökülür? Vyetnamda tökülür. Nil çayı. Harada tökülür? Misirdə. Hansı? Aralıq dənizinə. Aralıq dənizi 4. Buradan Misiri götürsək, C-ni götürərik. Yukon çayı. Haradadır? Bering dənizə tökülər. ABŞ-da. Buradan Yukon, Bering dənizi 3 yazarıq. Daha sonra ABŞ götürsək, A yazarıq. Belə bir variant var mı ki, 1, 2D, 1, 2D, 4, C, 3A. Bəli, C variantı olar. Növbəti suala baxırıq. Qazaxıstan. Növbəti sualda Qazaxıstan və Türkmənistan verib. Sualın səhvdədir. Bir yazaq, bura baxaq, sonra yadda saxlayarıq. 1. Qazaxıstandır. Qazaxıstan. Qazax dilinə verilib. Türkmənistan 2 ilə verilib. Gəlin, uyğunluğu müəyyən edək. Ərazisində Buzaçi yarımadası yerləşir. Buzaçi yarımadası Xəzər dənizindədir və Qazaxıstanda yerləşir. Bir A-nı 1-ə əlavə edərik. İndi baxaq o birilərə. Qırğızıstanla həm sərhədi mövcud deyil. Qırğızıstanla sərhədi mövcud olmayan Qazaxıstan Qırğızıstanla sərhəddir, amma Türkmənistan xeyr. B-ni 2-yə yazarıq. Əhalisinin əsas hissəsi türk dil qrupunun Bulqar qoluna aiddir. Bunlardan heç birisi Bulqar qoluna aid deyil əsas hissəsi. C-nin heç birisinə aid eləməliyik. Ümumiyyətlə C olan variantları silsək, yerdə qalır A, B, A, C, E. Ərazisində çöl, meşə, çöl təbii zonası yayılmışdır. Bunun əlbəttə ki, Qazaxıstana aid edərik. Çaylar yalnız daxili xaç sözcüyə aiddir. Qazaxıstan çayları Şimal Buzlu okeana aid olduğu üçün, yəni həm Şimal Buzlu, həm də daxili xaç okeana aid olduğu üçün Qazaxıstana aid edilməliyik. Bu fikri eyni aid edərik Türkmənistana. Yalnız daxili xaç. A, D, B, E. A, D, B, E. C variantı olar. Qırxıncı suala baxırıq. Uyğunluğu müəyyən edin. İnzibat rayonlar verilib, faydalı qazıntılar verilib. Burada biz uyğunlaşdırsaq, Narzanlı Laçında yerləşir. Narza civə yatağıdır. Yəni Laçını versək, Filizdir. Kastaq olmaz. Balakən, Zaqatala, Balakəndə yerləşir. Götürməliyik. İpək yatağı xromit yatağıdır. Bu da İpək Laçında yerləşir. Amançay daşkəsini götürərik. Göydərə, bu da xromit yatağıdır, amma Kəlbəcərdə yerləşir. 1D, 2AC. 1D, 2AC. 1D, 2AC. 3E. 1D, 2AC, 3E. Burada C variantını götürərik. C variantını götürək. Cavab 40-da da C variantı olar. Burada kastağı çıxdıq. Kastaq olan, yəni B olan variantları silərik. E gedər, B gedər, D gedər. Qalır 2 dənə A-dan C. Buradan da biz C variantı doğru oldu. Qırpıra baxırıq. Uyğunluğu müəyyəni fiziki coğrafi rayonlar verilib. Xüsusiyyətlər verilib. Baxaq 1, 2, 3.
Verib burada əkinçilik inkişafı qış otlaqlarının sahəsini azaldır. Əkinçiliyin inkişafı qış otlaqlarının sahəsini azaldır fikrini biz Aran rayonlarına verərik. Yəni bu fikri biz 2-yə verərik. Yəni qış otlaqları Dağlıq Şirvanda, yəni ən çox mərkəzi alanlarda qış otlaqları. O məntiqlə yanaşsaq, bəli, 2-yə verərik. Meandrlar, vaxmazlar yaranmasına imkanlar genişdir. Bu da düzən əraziyə verərik. Yəni Şura ərazisi mərkəzi alan fiziki coğrafi rayonuna verərik. Yayı quraq keçən mülayim isti iqlim yarımtipi mövcuddur. Yayı quraq keçən Dağlıq Şirvanın əksər hissəsi yayı quraq keçən mülayim istidir. Gölləri əsasən uçqun bət mənşəlidir. Bu Gəncədədir. Göygöl, Maral göl. D variantı Gəncə verərik. Metallurgiya sənayesinin inkişafı üçün yerli xammal ehtiyatlarına malikdir. Gəncə verərik. Gəncə daşkəsən iqtisad. Yəni belə deyək ki, Gəncə fiziki coğrafi rayonuna verərik. Çünki orada filiz yataqları çoxdur. Bu da cavabımız 1C, 2AB, 3DE, E variantı olar. Növbəti suala baxırıq. 42-ci suala. İl-Irvin diaqramasına uyğun bəndi müəyyən edin. Ekvatorial meşələr, qütb səhralar və iynəyarpaqlı meşələr verilib. Rütubətli əmsalı vahiddən böyükdür. Rütubətlik əmsalı vahiddən böyükdür. Ekvatorialda da, qütb səhralarında da, iynəyarpaqlı meşələrdə də vahiddən böyük olar. Biri 4-ə verərik. Gəlin biri yazaq. 1, 2, 3, 4. Biri hara verdik? 4-ə verdik. Hamısına aiddir. Aqroiqlim ehtiyatları zəif təmin olunmuşdur. Bunu aqroiqlim ehtiyatları zəif təmin olunmuşdur. Ekvatorial meşələr yox. İynəyarpaqlı meşələrdən qütb səhralarına verək ki, oralar soyuqdur deyə. Yəni 2-yə verərik bunu. 2. 2-yə 2. Daha sonra. Yəni ekvatorialda yaxşıdır. Aqroiqlim. Əsasən həmişəyaşıl ağaclardan ibarətdir. Ekvatorial da həmişəyaşıldır, iynəyarpaqlı ağaclar da həmişəyaşıldır deyə 3-ü 2-ni 3-ə verdik. Bayaqlar səhv yazdıq buradan. 2-ni 3-ə verdik. 3-ü 2-yə verərik. 1-i 4-ə verərik. Ərazisində fəsillər aydın müşahidə edilmir. Ərazisində fəsillər aydın müşahidə edilmir. Fikri qütb səhralarına aiddir. Qütb səhralarına aiddir və ekvatorial meşələrə aiddir. Ekvatorial meşələrdə bir fəsil, qütb səhralarında da bir fəsil olur. 4-ü 1-ə verərik. Günəşin zenitdə olmadığı ərazilərdə yayılıb. Ekvatoriala aid olmaz. Əlbəttə ki, bu yəni qütb səhralarından iynəyarpaqlı meşələrə verərik. 5 bura. Daha sonra əsas iqlim qurşağında yerləşir. Ekvatorial, bəli, iynəyarpaqlı, bəli, qütb səhraları, bəli. Bu da hamısına aid xüsusiyyəti deyə 6-nı da hamısına oxşar götürərik. Sonra kimyəvi və üzvaşıma intensivdir. Qütb səhralarında olmaz, amma ekvatorial meşələrlə iynəyarpaqlı meşələrdə olar. Uyğunluğumuzu müəyyən edək. 1-ə 4, 1-ə 4, 2-yə 3, 7, 3-ə 2, 5, 4-ə 1, 6. E variantı. Olar. 42, E variantı. Qırxıca baxırıq. 43-də müvafiq olaraq suvarmada əsasən yayda və qışda istifadə olunur. Yayda istifadə olunur. Xanxı yayda istifadə olunmaz, yansız yayda istifadə olunur. Çünki yayda bunlar bol sulu olur. Yağıntı yağır, belə deyək. Xanxı yansız yerləşir. Musson rejimli çaylarda, mussonda yayda yağır olmaz. A variantı getdim. Yayda istifadə olunur. Burada, məsələn, burada baxsaq, insi
çayı Lena çayı. Yenisey Lena çayında ümumiyyətlə istifadə olunmaz. Həmin Yenisey ilə Lena keçdi ərazilərdə yəni suvarma əhəmiyyəti elə də yoxdur. Çünki ərazi olaraq tayqadan, tunduradan keçir, olmaz. Ob, Niger Ob da olmaz. Yəni Ob da eyni qaydada deyərik. Mekong, İravadi. Yəni bunlar yayda suvarma yox, qışda suvarma ehtiyac duyulur bu çaylardan. Po çayı, Fərat çayı yayda Bərbulan suyu ilə geniş istifadə olunur. Po çayı İtaliyada, Fərat çayı İran körfəzinə tökülür. Quraq ərazilərdən keçdiyi üçün yayda suvarmada istifadə olunur. Qanq və Mekong çaylarda Qanq subekvatorial iqlimdə yerləşir. Mekong yerləşir mənsəbi subekvatorial olduğu üçün qışda suvarmada da çox istifadə olunur. Çünki subekvatorial iqlimdə onsuz da yayda yağıntı yağır deyə qışda ehtiyac var. Cavab E variantı olar. Şimal yarımkəsən tropik. Şimal yarımkəsən tropik şıqlama qurşağında yerləşən en məntəqəsi günorta vaxtı günəş şüaları maksimum və minimum düşən olacaqları arasındakı fərq 30,5 olasa bu məntəqə hansı coğrafi enlikdədir? Ümumiyyətlə belə bir cümlə verilsə 30,5-dən çıxırıq biz tropik neçədən keçək 23,5-dən. Cavab 10 edir. 10-cu paralel. Bizə də şimal soruşduğu üçün şimalı götürərik. Uyğunluğu müəyyən edək. Qədim platforma, geosinkron quşaq, cavan platforma. Qədim platforma, Orta Rusiya yüksəkliyi. Bu Şərqi Avropada yerləşir. Burada Amazon ovalığı, Pont dağları, Quşaq, geosinkron quşaq da var. Meksika yaylası, Pont dağları, B ilə D-ni bura verdik. Geosinkron quşağa B ilə D-ni Amazon ovalığı platforma, Qərbi Sibir ovalığı cavan platforma, Orta Rusiya yüksəkliyi Şərqi Avropada yerləşir. Şərqi Avropa cavan platforma götürülmür axı. Dəqiqə. Şərqi Avropa B-dir. Cavan platformalara gəlin yazağın. Amazon qədim platforma dedik. Səhvdir, D burada olmazdı. Ümumiyyətlə burada olacaq cavab C variantı. Orta Rusiya yüksəkliyi Şərqi Avropa düzənliyində yerləşir. Şərqi Avropa düzənliyi əvvəllər cavan platforma götürdü. İndi son vaxtlar qədim platforma götürdüyü üçün anı da qədim platformaya yazırıq. Məndə sual işarəsi ona görə qaldı ki, görüm bunu cavan götürülür, yoxsa qədim ona görə gözlədik. Cavan platforma təbii ki, Qərbi Sibir, Turan, Ön Qafqaz kimi platformalar cavan platformadır. 3-də C. 45-də cavab C olar. Cədvələ əsasən doğru sıranı müəyyən edin. Ərazi verilir, xüsusiyyət verilir. Hindistan yarımadası yağıntılar il ərzində qeyri-bərabər paylanır. Doğru fikirdir, yağıntılar əsasən yayda yağır. Mesopotamiya ovalığı il boyu səpələn radiasiya üstündür. Quraq ərazidirsə düz radiasiya üstün olar. Böyük səhra iyul ayında buxarlanma qabiliyyəti maksimuma çatır. Bəli, iyul ayında buxarlanma qabiliyyəti. İkincidə L ayında, bəli, buxarlanma maksimuma çatır. Tasmaniya adası siklonda külək saat əqrəbinin əksinə hərəkət edir. Tasmaniya cənub yarımkərəsində yerləşir. Şimal yarımkərəsində siklon saat əqrəbinin əksidir. Cənubda saat əqrəbi istiqamətindədir. Bu da deyək saat əqrəbi əksinə. Tasmaniyada əksinə yox, saat əqrəbi istiqamətində olmalıdır. 4 səhvdir. Qrenland adası səthində albedonun kəmiyyəti yüksəkdir. Doğru fikirdə əks etdirmə yüksəkdir. Yava adası günəş bütün il boyu günorta vaxtı zenitdə olur. Fikri yanlış olar. 1, 3, 5 doğru fikirdir. Bizə də bir doğru istəyirsə 1, 3, 5 C variantını götürərik. Növbəti suala baxaq. Bizə
Doğru olmayan sıra stil bizdən mənşəyi verilir, göl verilir, yerləşik ərazi verilir. Vulkanik mənşəli göl Qaragöl, vulkanikdir, bəli, vulkanik yerlərdə yerləşir. Bir doğrudur. Müstəqbə bir doğru. Axmaz verib, Batabat verib. Xeyr, Batabat Axmaz mənşəli deyil, səhvdir. Sarı su tektonik mənşəli deyil. Ağgöl Axmazdır, Mil üzündə yerləşir. Doğrudur. Maral göl uçqun mənşəli Murov dağda silsiləsi, yəni bəli, təşkil yerləşir. Doğrudur. Hacıqabul Axmaz, Hacıqabul Salyan düzü verib. Hacıqabul Axmazlı Salyan düzündə yerləşmir, amma Cənub-Şərqi Şirvan düzündə yerləşir. Doğru olmayan istəyirsə bizdən bir səhv qoyaq. Doğru olmayan istəyirsə 2, 3, 6 olar. 2, 3, 6 D variantı. Xəritə çıxımında hərflərlə göstərilmiş ölkələrin əhalisinə aid olan ümumi xüsusiyyətlər. Hansı ərazi ölkədə verilib? Biz neyək? Baxaq bura. İstə ölkə verilib? Variantlara baxaq. Çünki yerləşməli. Verib, ABŞ verib. ABŞ yaxınlaşsa görək hansı ölkədir? ABŞ, Fransa, yəqin ki, Fransa sarı olan onsuz inkişaf etmiş ölkədir. ABŞ, Fransa və Avstraliya. Bir sözlə inkişaf etmiş ölkələr verib də. Ölkələr bildik. Gəlin indi xüsusiyyətlərə baxaq. Təbii artımın birinci tipi xarakterikdir. Doğru olardı, inkişaf etmiş ölkələrdə. Əhalinin yaş tərkibində uşaqların sayı daha çoxdur. Xeyr. Orta yaşlar üstündür. İqtisadi fəal əhalinin əsas hissəsi kənd təsərrüfatında çalışır. Xeyr, bu inkişaf etmiş ölkələrdə xidmət sahəsi daha üstündür. Əsas immiqrasiya mərkəzləridir. İmmiqrasiya mərkəzləri deməzdik. Xeyr. İmmiqrasiya mərkəzləridir. Urbanizasiya səviyyəsi yüksəkdir. Bəli. Əhali əsas hissəsi Hind-Əbrah ailəsinə aiddir. Doğrudur. 1, 5, 6 doğru fikir oldu. Bizə də ümumi xüsusiyyət istəyirdi. Bəli, hər üç ölkədə ümumi xüsusiyyət oldu. Neçə dedik? 1, 5, 6 dedikdə. Məsələn, 1, 5, 6 dediksə cavab D olar. Cavab D variantı olar. Sonra, orta illik temperatur 20 Selsidən yüksək və düz günəş radiasiyasının il boyu hakim olduğu ərazilər üçün səciyyəvi əlamət. Orta illik temperatur 20 Selsidən yüksəkdir. Yüksək və düz günəş radiasiyası il boyu hakim olduğu ərazilər üçün səciyyəvi xüsusiyyət. Yəni, bu tropik iqlim qurşağı. Tropikin beydəki səhra, tropik səhranın yayıldığı ərazilər biz götürəcəyik. Rütubətli kəmisar vahiddən kiçikdir. Doğrudur. Yalnız ovalıqlar üçün xarakterikdir. Yalnız ovalıqlar üçün deməzdik. Say əmələ gəlmə imkanları zəifdir. Bəli, səhra dedik axı. Enən hava axınları üstünü təşkil edir. Bəli, enən hava yağıntı vermir. Doğrudur. 1, 3, 4. E variantı olar. Onlar baxı, sutlaq temperatur amplitudu yaranmır. Niyə yaranmasın? Kimyəvi və üzvaşınma intensivliyi xeyr azdır. Bu da fiziki aşımın üstündür. 49 E dedik. Uyğunluğu müəyyən edin. Uyğunluğu müəyyən edin. Aral dənizinin qurumasının səbəbi Aral dənizinin qurumasının nəticəsi. Aral dənizinin ümumiyyətcə Amudariya və Sırdariya çaylarından geniş suvarmada istifadə etdikləri üçün bu SSR-nin vaxtından da belə olub. Oralar pambıqçılıq zonası olduğu üçün üzərində Amudariya, Sırdariya su anbarları yaradılıb və suvarmalarından geniş istifadə olunur. Həmin orada tökülən çaylar. Səbəb 3 götürərik. Nəticəyə biz duzlu toz fırtınalarının torpağa yarasala salmasını götürə bilərik 2-ni. Çünki külək nəticəsində həmin orada su quruyur, su azalır, yerdə qalan duzlar isə külək vasitəsilə ətrafa səpələnir və torpaqları yarasala gətirir. Cavab D variantı olar. Diaqramda Azərbaycana yayılan iqlim tiplərinin faizi ilə nisbəti təqribi bölgüsü verilib. Bu iqlim tiplərinə aid olan düzgün fikir müəyyən edin. 1, 50%-dir, 2, 30%, 3 isə verib 20%.
Biz bilirik ki, yarımsəhra quru yarımsəhra Azərbaycanda 50%dir. Mülayim isti 30%dir. Yerdə 20% qalır. O soyuq iqlimdən dağ tunduraya qalır. Yəqin ki, burada indi biz variantdan asılı olaraq soyuq iqlimi götürərik. Soyuq iqlim. Gəlin baxaq. Şollar düzü, şollar düzü üçün səciyyəvidir. Bu şollar düzü yarım səhrada yerləşir. Anı bura yazarıq. Orta Araz təbii vilayətində rast gəlinmir. Orta Araz vilayətində mülayim hava, mülayim isti iqlim rast gəlinməz deyə Naxçıvanda B-ni bura yazarıq. Lənkəran ovalığı Kanlı xəritə cöcəkliyində yayılıb. Mülayimə aiddir bu. Pambıq əkinlərinin yayıldığı ərazilər üçün səciyyəvidir. Pambıq yarım səhrada yaxşı olar. D-ni birə yazarıq. Respublikamızın yüksək dağlıq hissələrində yayılıb. Burada fərqi yoxdur. Soyuq iqlimdə görsək dağ tundra, amma dağ tundra iqlimi 20% təşkil etməz də. Ona görə də soyuq iqlim daha məqsədə uyğun idi. 1 AD, 2 BC, 1 AD, 2 BC, 1 AD, 2 BC. B variantı olar. Əlli bir B variantı dedik. Əlli ikiyə baxırıq. Sualda metallurgiya kombinatları əsasən yerli 1, idxal hesabını isə 2 olan daş kömür və dəmir filizi ilə işləyən ölkələr. Yəni metallurgiya sənayesi daş kömür və dəmir filizi ilə işləsin. 1-də yerli xammala, 2-də isə gətirməyə əsaslansın deyir. Gətirməyə əsasən yəni daş kömür və dəmir filizi olmasın. Amma əlbəttə ki, inkişaf etmiş ölkə olsun ki, alıb gətirə bilsin də. O məntiqlə yanaşsaq, Çin, Rusiya, Car B variantı doğru olar. Fransa, İtaliya, Yaponiya isə demək ki, metallurgiya alır da, yəni. Amma Çində, Rusiyada, Cənubi Afrika Respublikasında isə daş kömür və dəmir filizi ehtiyatları var. Yəni öz xammal hesabına metallurgiya kombinatları vardır. 53-ə baxırıq. Doğru fikir müəyyən edin. Ölkənin qonşu ölkələri nəzərən mövqeyi makro mövqeyi adlanır. Fikri yanlış olar. Makro bütün dünya ölkələrinə görə mövqeyidir. Xəzər sahilində yerləşən yalnız iki ölkənin dünya okeanına birbaşa çıxışı mövcud deyil. Xəzər dənizində sahilində 5 dövlət var. Azərbaycan, İran, Türkmənistan, Qazaxıstan, Rusiya. Bunlardan Azərbaycanın yoxdur, Qazaxıstanın yoxdur, Türkmənistanın yoxdur. 3 olsa doğru olardır, halbuki 2 deyir. Və bu da səhvdir. Braziliya, Avstraliya, Kanada dövlətlər dünya okeanında geniş iqtisadi zonaya malik ölkələrdir. Bəli, okean sahili mövqeyidirlər və okean sahil xətti uzun olduğu üçün doğrudur. Nigeriya, Hindistan əhalinin milli etin tərkibinə görə federativ ölkələrdir. Fikri də doğrudur. Yəni, milli etin tərkibinə görədir bunların federativliyi. Mərakeş, Yaponiya konstitusiyalı monarxiya ölkələr qrupuna daxildir. Bəli, monarxiyadılar, konstitusiyadır. Vyetnam, Butan, Laosun dünya okeanına birbaşa çıxışı var. Butan və Laosun yoxdur axı. Burada doğru fikir istəyirsə 3, 4, 5 olar. 3, 4, 5, 53-də. Yəni 4-ə baxaq. Azərbaycan kənd təsərrüfatla bağlı doğru fikir müəyyən edin. 1. Yarımsəhra və qürçül iqlim şəraitində suvarma əkinçiliyi inkişaf edib. Bəli, suvarma əkinçiliyi ilə yarımsəhra quru çöldədir Azərbaycanda. Mülayim isti iqlim şəraitində həm tumlu, həm də qərzəkli meyvəçilik inkişaf edib. Bəli, məsələn, tumlu meyvəçilik Qubaddır. Qubad, Xaçmaz iqtisadi coğrafiya, qərzəkli Şəki-Zaqatala götürmək olar. Doğru fikirdir. Şabalıdı və qəhvəyi torpaqların yayıldığı ərazilər əkinçilik üçün əlverişli deyil. Niyə də yox? Boz və sarı torpaqlarda sitrus meyvəçiliyi inkişaf edib. Sarı torpaqlar doğrudur. Boz torpaqlar 5-ə baxaq. Yay otlaqları soyuq iqlim tipində formalaşır. Yay otlaqları soyuq
iqlim tipində formalaşır. Fikri doğrudur. Dağıtçılıq və üzümçülük yalnız dəməyə şəraitində inkişaf edir. Niyə ki, suvarma da olar. Burada boz torpaqlar olmaz. Boz torpaqlarda sitrus meyvəçiliyi yox. Sarı torpaqlarda sitrus meyvəçilidir Lənkəran zonasında. Doğru cavab 1, 2, 5 olar. 55-ə baxırıq. Okeanın müxtəlif çökəkliklərinə ixolatdan göndərilmiş səs siqnalı birinci çökəkliyin dərinliyini 690 metr, ikinci çökəkliyin dərinliyini 480 metr olduğunu müəyyən etmişdir. Bu çökəkliklərə səs siqnalının gedib qayıtma müddətləri arasındakı fərqi hesablayın. Gəlin burada gedib qayıtma müddətləri fərqini hesablayın deyirsə 6902-yə vurub 1500-ə bölməliyik. Bölsək 6900 vur 2 böl 1500. Yəni 1 saniyədə 1500 gedir. Bunu gəlin vuraq. 6900 vur 2 bölək 1500. Bu edər 9,2 saniyə. Sonra 4800 yeni qayda ilə 4800 vur 2 bölərik 1500-ə. Bunu da vursaq bu da edər 6,4. İndi bizdən bunların fərqini istəyir. 9,2-dən çıxarıq 6,4-ü. 9,2-dən 6,4-ü çıxanda cavab edər 2,8. 55 cavab 2,8 edər. 56-ya baxırıq. Xəritə çıxma və cədvələsin doğru sıranı müəyyən edin. A variantı Lənkəran ovalığı, B variantı Arazboy düzənliklə, C variantı Qanıq Əyriçay ovalığı verilib. Burada nə yazıb burada? Gəlin buradan yazaq. A nədir? Bayaq kim yazaq? A nə idi? A Lənkəran ovalıqdır. Lənkəran ovalığı. B yazaq. Neydi B? Arazboy düzənliklər. Naxçıvan yazaq biləcəm. Naxçıvan düzənlikləri. C nədir? Qanıq Əyriçay. C Qanıq Əyriçay. Əyriçay. Gəlin gedək yuxarıda suallara baxaq. Deyir ki, A-la C-də düzən meşə landşaftı yayılıb. A-la C dedi ki, Qanıq Əyriçay Lənkəran ovalığı bəli, o düzən meşədir, intrazonal landşaftdır. Biri götürərik. Bir bizə doğru fikir istəyirsə, bir doğrudur. Sonra qışı soyuq keçən yarım səhra və quru çöl iqlim yarım tipi səciyyəvidir. Qışı soyuq keçən yarım səhra və quru çöl iqlim yarım tipi səciyyəvidir. B ilə D verir. B ilə D nə idi orada? D-ni görməliyik biz. D haradadır? D-də Şirvan düzünü verir. Cənub-şərq. D-də ki, Cənub-şərqi Şirvan düzüdür D. Gəlin buradan yazıram. D haradır? Cənub-şərqi Şirvan düzü. Bunu bilməyimiz üçün yazıram. Çünki xəttə sığmır. Bilməyimiz üçün yazıram. Dedik ki, bir doğrudur dedik. Qışı soyuq keçən yarım səhra quru çöl Naxçıvandadır. Bir də Talış dağlarının yüksək dağlığında. Yəni D-də olmaz deyə, B-də də Naxçıvan olardı, amma D olmaz. 2 səhvdir. Ölkəmizdə hali sıxlığı ən az olan düzənlikdir. Ölkəmizdə halinin ən az sıxlığı ən az olan düzənlikdə AC verir. A haradır? A Lənkəran. Lənkəranda hali sıx deyir bu da. Ölkəmizdə Lənkəranda hali sıx məskunlaşıb. Yəni 3 də səhvdir. Bu da deyir az. Paleogen yaşıl çökmə suxurlar geniş yayılmışdır. A, D. A Lənkəran, D-də isə Cənub-şərqi Şirvan düzü. Xeyr, Lənkəran ovalığında ümumiyyətlə 4-cü dövrdür. Yəni 4 də səhvdir. Orta illik yağıntının miqdarı 500 mm-dən azdır. B, D. B, D, B Naxçıvan, D isə bəli, yarım səhra iqlim olduğu üçün burada doğru olar. Və cavabımız olar 1, 5.
Yəni sən sualda 56-da cavab 1, 5 olar. 57-yə baxırıq. 57. 1, 2, 3. Yaponiya, Almaniya, İspaniya verir. Musson iqlim tipi xarakterlikdir. Əlbəttə ki, buradan mussona biz Yaponiyanı verərik. Subtropik və mülayim mussonlar var. 3 yarımkürədə yerləşir. 3 yarımkürədə biz İspaniyanı verərik. Daha sonra əhalisinin əsas hissəsi German dil qrupuna aiddir. Almaniyadır bu. C. Almaniya verərik. Zeytun istehsalına görə dünyada qabaqcıl yer tutur. Bu, Araq dəniz iqlim tipində yerləşən İspaniyanı götürərik. D-nı İspaniyaya 3-ə verərik. Sonra ərazisində Kobe limanı yerləşir. Kobe limanı Yaponiyandır. A. Bu da cavab 1 AE, 2 C, 3 B, D olar. Situasiyamıza baxaq. Baxaq, oxuyaq situasiyamızı. A dağları iki yarımkürədə yerləşir. Bu dağın yamacının isti okean cəryanı təsir edir. Bu dağın yamacına deyir, isti okean cəryanı təsir edir. İki işıqlama qoşanında yerləşən bu dağlar inkişaf etmiş ölkələrin ərazisindədir. A dağlarının yerləşdiyi yarımadanın sahillərini bir neçə dəniz suları yuyur. A dağlarının yerləşdiyi yarımadanın sahillərini bir neçə dəniz suları yuyur. Bu dağların şimal hissəsində gecə və gündüzün adi nömrələşməsi pozulur. A dağları dövrlərinin sayı ən çox olan geoloji erada yaranmışdır. Yəni paleozoid. Paleozoid erasında. 6 dövr var da paleozoid erasında. Qədim dağdır bir sözlə deməli. Onun ərazisindən bol sulu və sürətli çaylar axır. A dağlarının yerləşdiyi ölkədə əhalinin həm doğum, həm də ölüm səviyyəsi aşağıdır. İnkişaf etmiş ölkədirsə bu fikirlərə doğru olar. Gəlin indi baxaq. Dağ hansı dağdır? Dağ Skandinaviya dağlarıdır. Çünki Skandinaviya dağları həm qütb işıqlama quşağında yerləşsin, qədim olsun, həm mülayim işıqlama quşağında yerləşsin, həm inkişaf etmiş ölkələrin arasında yerləşsin. Bu uyğun gəlir Skandinaviya dağlarına verilən xüsusiyyətlər. Burada Skandinaviya dağlarına uyğun olan xüsusiyyətlərə getməliyik. 58-ə baxsaq, mətndə əsasən A dağları və onun yüksək zirvəsinin adını. A dağları, Skandinaviya dağları. Yazıq Skandinaviya dağları. Ən yüksək zirvəsi Qalx Pikenin zirvəsidir. Daha sonra dağın yerləşdiyi işıqlama qurşaqlarını dağ qütb dairəsi kəsdiyi üçün mülayim və qütb işıqlama qurşaqlarında yerləşir. Bu işıqlama qurşaqlarında yerləşib A dağları ilə eyni geoloji erada yaranmış dağ silsiləsini müəyyən edib cədvəlinizə yazın. Gəlin belə yazaraq, onu da belə edək. Onu da belə edərik. Bilik ki, Skandinaviya dağlarıdır. Skandinaviya dağlarıdır. 2 bilirik ki, ən yüksək zirvəsi Qalx Pikenindir. Qalx Pikenin zirvəsidir. 2 yazarıq. Daha sonra 2400 hündürlüyündə yazsaq daha yaxşı olar. Bizim üçün xeyirdir. 2469 metr. Bu dağın verilən işıqlama qurşağı olaraq nələr yazarıq bura? Mülayim və qütb işıqlama qurşaqları. Qütb işıqlama qurşaqları. Bunları yazdıq və deyək ki, və bu işıqlama qurşaqlarında yerləşib A dağları eyni geoloji erada yaranmış dağ silsilələrini müəyyən edib dəftərinizə yazın. Məsələn, mülayim işıqlama qurşağında Ural dağlarını buraya yaza bilərik. Ural dağlarını yaza bilərik, qədim dağdır. Daha sonra Appalaç dağlarını bura qeyd edə bilərik. İşıqlama qurşağı Kap, Əjdaha dağlarının, Böyük Sarıcı dağların adlarını qeyd edib, nə qədər çox qeyd etsə, əlbəttə ki, bizə xeyirdir. O şəkildə yazsaq, bizə maksimum bal verər. Daha sonra baxaq 59-a. 59-a. Deyir ki, 59-da
Mətnə əsasən A dağlarına uyğun gələn xüsusiyyətləri müəyyən edib cədvəldə müvafiq olaraq yazın. E, A dağlarına uyğun gələn xüsusiyyətləri müəyyən edib cədvəldə müvafiq olaraq yazın. Hansı xüsusiyyətləri yazarıq? Elə burada oxuduqlarımızı da yenidən yaza bilərik. A dağları Kaledon Hersent dağına gəlməsinə yaranmışdır. Paleozoy erasında. E, B-dəki xüsusiyyətlər dediksə, burada seysmiklik sabitdir, sabit ərazilərdir. A dağları belə yaza bilərik. Skandinav dağları platformada yerləşməsinə baxmayaraq hündürlüyü qalxan dağlardandır. Özü dediyi kimi inkişaf etmiş ölkələrin ərazisindədir. Bu şəkildə geniş izah vermək lazımdır. 60-cı suala baxsaq, A dağlarının yerləşdiyi ölkənin adlarını bu ölkələrin əhalisinin əsas hissəsinin aid olduğu dil qrupları və ailənin təbii artım tipinin demoqrafik keçid mərhələsini müəyyən edib cədvəldə yazın. 60-a nə yazarıq? 60-da Skandinav dağları yerləşir. Skandinav və İsveç, Finlandiya kimi ölkələrdə yerləşir. Deməli, burada nə yazarıq? Ölkələrin adlarını yazarıq. Bu ölkələrin əhalisinin əsas hissəsinin aid olduğu dil qruplarını. Dil qrupları deyilsə, məsələn, Hind-Avropa dil ailəsinin burada Norveç, German dilin qrupundadır. Norveç, İsveç, Germandadır. Finlandiya, Fin-Uqor dil ailəsindədir. Bunlar yazarıq. Daha sonra əhalinin təbii artım tipi birinci tipdir, inkişaf etmiş ölkələrdir, birinci tipdədir. Demoqrafik keçid mərhələsi isə dördüncü mərhələ kimi qeyd etmək olar. Bu şəkildə yazsaq tam balı ala bilərik. Coğrafiya sualları bitdi. İzlədiyiniz üçün təşəkkürlər.